cins geyinmək sadəcə bir tərz deyil, o üsyan deməkdir. Qərbin əxlaqsızlığının başlanğıcıdır. Fərqlilik və hörmətsizlikdir. İllərdir cins haqqında fikirlər dəyişir, amma mənbəyini qoruyur. 1850-ci illərdə mədənçilərin ayağında başlayan bu parça Levi's'ın toxunuşları ilə dünyanı dəyişdirdi. İşçi sinifinin geyimi idi, amma bu hələ başlanğıc. 1850-ci illərdə James Dean onu geyindi və cins gənclik üsyanına çevrildi. Məktəblərdə qadağan edildi, küçələrdə isə etirazın simvolu oldu. 60-70-ci illərdə hippilər, punk və rockçular cinsi boyadı, yırtdı, tikdi. Hər yırtıq bir hekayə, hər tikmə bir etiraz idi. Sovet blokunda cins qərbin gizli arzusu idi. Onu geyinənlər siyasi üsyanın işarəsini daşıyırdı və ideologiyaları dağıdırdı. Bir cüt əsl cins üçün minlərlə litr su və zəhərli kimyəvi maddələr istehsal olunur. Geyimimiz həm də planetə qarşı gizli bir silah sayılır. Müasir dünyamızda cinslər viral olur. Vintage, Levi's, DIY yırtıqlar, upcycling. Geyin, yırtın, boyayın. Hər dəfə cins geyinəndə üsyan yenidən başlayır.